gözəl xanım, gözəl qadın, Everest dağına qalxan Azərbaycanın ilk qadın alpinisti adını qazanıb. Mayın 15-də bu hadisə baş verir. Vəfa dünyanın ən yüksək zirvəsini fəth edib və 3-cü Azərbaycan vətəndaşı olub və bizim günə sona açıqlama verib. Azərbaycanın adını dağçılıq tarixində qızıl hərflərlə yazan Vəfa Musayeva böyük uğura imza atıb. O, ölkə tarixində ilk dəfə olaraq Himalay dağının ardıcıl şəkildə 2 ən yüksək Everest və Lotus zirvələrini fəth edib. Vəfa Musayeva 15 may tarixində dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsinə uğurla çatıb. Bir qadın üçün çox ağırdır, çox çətindir. Həm fiziki cəhətdən, həm yaşayış baxımından, həm orada belə deyim də sağ qalma baxımından kişi üçün daha əlverişlidir, nəinki qadın üçün. Sadəcə 2 gün sonra isə dünyanın 4-cü ən yüksək zirvəsi olan Lotusa qalxaraq əzmkarlığını və fiziki gücünü sübut edib. Azərbaycanlı alpinist baza düşərgəsinə təhlükəsiz şəkildə geri dönüb. Özümüzü o qədər zorlayıram ki, mən gördüm ki, artıq mən stres yaşayıram, panik yaşayıram ki, yəni et. Bu məni çox narahat edirdi. Sonra başa düşdüm ki, yox, bu yolculuqda özümlə dostlaşmasam, özümün əlindən tutmasam, özümlə söhbət eləməsəm, özümlə belə deyim də, yəni dostluq eləməsəm, mən heç cür aparıb Vəfanı zirvəyə çıxarda bilməyəcəm. Qeyd edək ki, bu uğur təkcə Azərbaycanın deyil, bütün Qafqaz bölgəsinin qadın alpinistləri üçün tarixi əhəmiyyət daşıyır. O, Azərbaycan vətəndaşı olaraq Everest dağının zirvəsinə qalxan ilk qadın alpinist kimi tarixə düşüb. Nurlan Rafiqoğlu, Günə Son üçün. Bir zaman səninlə çəkilib bağa, bağ yazıq, nə desin sevən qonağa. Gördünmü ay necə baxır ocağa, elə bir alovdan nur çəkib keçir. Nararay, 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 Vəfa Musayeva özü nurdur. Mənim gözümdə Azərbaycanlı qadın bax budur. Əzmkar, güclü, heç bir maneəyə baxmadan öz hədəfinə çatan. Baxın, görün, necə çətin şəraitdə hər kişinin çıxmadığı yerə çıxan Azərbaycanlı qadın. Bu şəkildə istəyirəm diqqətimizi cəlb edin. Baxın, görün. Vəfa Musayeva günün qəhrəmanıdır. Vəfa Musayeva Azərbaycanın qəhrəmanıdır bu dəqiqə. Üzü soyuqdan yanmış, dodaqları çat-çat. Soyuqdan, əziyyətdən, stressdən səsi batan müsahibəni verəndə Nurlan Rafiqoğluna səsi batmışdı, xışıltılı idi səsi. Bax, bu xanım hamımıza nümunə olsun. Onu da deyim ki, milliyyətcə Azərbaycanlı olan Elmira Aslanova 2023-cü ilin mayın 19-unda Everestə qalxmışdı. O, Ukraynanı təmsil edirdi. Azərbaycanda ən çox tanınmış alpinistlər Aşurlu qardaşlarıdır. Onlar da Everestdə olub. Təbrik edirəm Vəfa Musayevanı.